Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil vəliyyəkəl fərəc. Məkasib kitabından 416-cı dərsi oxuyuruq. Bildiyiniz kimi bəhsimiz Ğinadan gedir. Yəni Məkasib kitabında Ğina bölümündən bəhsimiz gedir. Keçən dərslərimizdə mərhum Seyyid Muhammed Amulinin rəyini oxuduq. Miftahul Kəramə kitabının sahibidir. O buyurdu ki, məşhurun Ğinaya verdiyi tərifdə tərb sözü ki mövcuddur, o xiffət mənasında deyil. Və öz dəlillərini söylədi. Və lakin mərhum Şeyx Murtəza Ənsari Məkasib kitabının müəllifidir. O bununla razı olmadı və ona 2 dənə işqal varid elədi. Və o işqalları biz keçən dərsimizdə oxumuşuq və bugünkü dərsimizdə də hələ digər işqallar mövcuddur. Yəni mərhum şeyx yenə də işqalları var. Amma indiki dərs oxuyacağıq. Mərhum şeyx istəyir məşhurun Ğinaya verdiyi təriflə Misbah və Sihhah kitabının verdiyi tərifin arasını cəm eləsin. Yəni zahirdə Miftahul Kəramə kitabının sahibi mərhum Seyyid Muhammed Amuli məşhurun tərifini Misbah və Sihhah kitabında deyilən təriflə ziddiyyət mövcudluğunu bildirdi. Və lakin mərhum şeyx buyurur, fəyumkin, mümkündür, belə deyək, ən yəkuna məna tətribi şəxs fi sawtihi icadu səbəbu tərb bimənəl xiffə biməddi sawt və təhsinihi və tərcihi. Buyurur, mümkündür, tərbi biz belə məna eləyək. Yəni, uləmanın, fəqihlərin dilində ki, tərb sözü gəlib və Ğinaya tərif deyiblər, mümkündür, tətribin mənasını belə izah eləyək. Deyək ki, tətrib savtuda bu mənadadır ki, o səbəbi icad eləyir, tərbin səbəbini icad eləyir. Fəyumkin ən yəkuna məna tətribu şəxs fi sawtihi, mümkündür belə bir məna eləyək. Deyək ki, filan kəs tətrib eləyir savtuda, səsində. Mənası budur ki, icadu səbəbu tərb, mənası budur ki, tərbin səbəbini icad eləyir. Bimənəl xiffə, bu mənadakı, yəni o yüngüllük insanda hasil olur
Ya sevincdən, ya kədərdən. Nə ilə? Bimədd sovt və təhsini və tərci'i. Ki, bir nəfər səsini ucaldır, uzadır və gözəlləşdirir, nazikləşdirir və qəlqələ eləyir. Belə deyək filan kəs tətrib eləyir, yəni tərbin səbəbini icad eləyir. Kəma necə ki, ənnə təfrihə şəxs icadu səbəbul fərə və feyli ma yucibu. Necə ki, deyirik filan kəs təfrih eləyir. Təfrih yəni nə? Yəni sevinmək. Yəni fərəhən səbəbini icad eləyir. Yəni bir iş görür ki, bir əməl eləyir ki, bir feil eləyir ki, o səbəb olur təfrihə. Belə məna elədikdə fəla yunafi zalikə ma zukirə fi mənət tərb. Onda məşhurunğinaya verdiyi təriflə Misbah və Sihah kitabında deyilən təriflə heç bir ziddiyyət təşkil eləmir. İkisi də bir məna daşıyır. Və kəza ma fil qamus min qovlihi və həmçinin Firuzabadi qamus kitabında ki tərif deyibğinaya ma turribə be yəni ma ovcədə behid tərb. O tərifdən məqsədi odur ki, yəni turribə be mənası budur ki, ovcədə behid tərb. O şəxs o işi ilə tərbi icad eləyir. Tərb yəni nə? Yəni xiffəti icad eləyir. Bəs qamus kitabındağinaya deyilən tərifdə tərb sözü də mənası bundan ibarətdir. Bəs onda məşhurun verdiyi tərif Sehah və Misbah və qamus kitabında deyilən təriflərin arasında heç bir ziddiyyət yoxdur. Bu iki işqalıdır ki, mərhum şeyx Misbahul Kəramə kitabının sahibinə Seyyid Muhammed Amuliyə işqal elədi. Və üçüncü işqalı mərhum şeyx Misbahul Kəramət sahibinin işqal eləyir. Mənnəhu la məcalə litəvəhhumin kovnu tətrib bi maddətihi bi mənə təhsin və tərcih İzləm yətəvəhhəm əhədun kovnu tərb bi mənəl husn və rucu. Üçüncü işqal mərhum şeyx Seyyid Muhammed Amuliyə eləyir. Buyurur, mənnəhu, yəni o işqalla, o iki dənə işqalla belə la məcalə, yolu yoxdur. Litəvəhhumi kovnu tətrib bi maddətihi ki, bir nəfər gəlsin, belə düşünsün ki, tətrib maddəsi ilə, yəni tətrib kəlməsi maddəsi ilə təhsin və tərcih mənasındadır. İzləm yətəvəhhəm əhədun. Çünki bir nəfər belə düşünməyib ki, kovnu tərb bi mənəl husn və rucu, desin ki, tərb hüsn və rucu mənasındadır. Av kovnu tətrib huvə nəfsul mədd. Ya desinlər ki, tətrib elə məddin özüdür, səsi ucaltmaq, uzatmağın özüdür. Bunu heç kim deməyir. Fələysət hazihil umur illa əsbaban lil tərb. Həmən bu umur hansı umurdur? Yəni husn, yəni təhsin, tərcih, məd. Bunlar hamısı səbəbdirlər tərbə. Nəinki tərbin özüdürlər, bəlkə səbəbdirlər tərbə. Yuradu min icadihi feylu hazihil əsbab. Pəs
bu sözləri deməklə bu əsbabın icad eləməkdir. Tərbin səbəblərini icad eləməkdir. Vaxtı ki, tərbin səbəblərini icad eləməkdir, necə gəlib demək olar ki, tərb, yəni məddü sövt, tərb, yəni təhsin və tərcih. Bunu deyə bilmərik. Halbuki Seyyid Muhammed Amuli Misbahül Kəramə kitabında belə məna eləmişdir. Bu da üçüncü işqal mərhum şeyxin Seyyid Muhammed Amuliyə. Hələ yenə də işqallar var. İnşallah gələn dərsimizdə oxuyarıq. Elhamdülillahi Rabbil aləmin.